Yaxınlarda bir məclisdəydim, toy məclisində. Hamının çox gözəl tanıdığı, hamının belə deyərəm ki, ona simpatiyası olan gəncdir. Deyərdim ki, orta yaşlı, 30 neçə olar qızın yaşı. Hamınızın çox gözəl tanıdığınız gözəl bir qadındır, vəkildir. Özü sosial verilişlərdə iştirak edir. Yəni, bütün o məsləhətlər insanlar, qadınları ağıllı olmağa çağırır, tərbiyəli olmağa çağırır, ailələrini qorumağa çağırır. Hamı əxlaqlı olmalıdır deyir və mən bir şey orada şahid oldum və müşahidə etdim. Gördüm ki, bir qadın, başqa bir qadın buna çox böyük diqqət göstərir. Bu oynayanda gətirib pullar, belə aşağı başlar başına dökür. Bunu qoruyur hamından, baxışlardan mühafizə eləyir. Ona yaxınlaşmaq istəyənlərdən mühafizə eləyir. O qadın da çox imkanlı bir qadındır ya. Və mənə bu vəkil xanım da çox dar bir paltar geyib. Ədabında, naz bunda, işva bunda. Ən çox da nazlı işvən o qadın idi. Və mənə dedilər ki, o onun məşuqəsidir. Dedim, necə məşuqəsidir? Dedi, bəli, o qadın, bu vəkil xanım ki, çoxlu pullar xərcləyir və onun məşuqəsidir. Həmin vəkil qadın da sosial verilişlərdə dəvət olunur. Qadınlara, ailələrə möhkəm olmağı, tərbiyəli olmağı, bir-birlərini sevməyi tövsiyə edir və biri də deyim sizə, bir müğənni qadın var. Hal-hazırda Azərbaycanda yaşamır o. Biraz da havalı idi. Elə bir qısa salmaq istəyirdi hamına, hissli falan. Maraqlandım. Dedilər ki, onun sevgilisi, məşuqəsi, qadın. Bunu atıb, buna xəyanət edib, başqa özünə sevgili tapıb. Çox imkanlı qadındır bu qadında. Baş hərfi də S idi. Və deyərdim ki, bir vaxt mən bir müğənni üçün deyəndə ki, onun məşuqəsi var, hamı mənə irad tutdu. Hörmətli izləyicilərimiz, artıq bu Azərbaycanda mən deyərdim ki, Bakıda dəb halını alıb. Bəzi qadınlarımızın çox gözəl iş qadınlarından özlərinə məşuqə seçiblər. Yəni bunu adi qəbul edək.